dindar olan şəxs o şəxsdir ki, öz istəklərini, öz maraqlarını vahid olan yaradıcının istəklərinə və maraqlarına fəda eləyə. Dindarlıq yəni bu. Dindarlıq nə saqqalla ölçülür, nə təsbehlə, nə üzüklə. Dindarlıq bundan ibarət deyil. Dindarlıq budur ki, insan özünü Allaha təslim eləsin, öz istəyini, öz iradəsini onun iradəsinə buraxsın. Bu zaman insan olur dindar. Bu dinin mahiyyəti budur, dindarlığı. Bir şəxs ki, deyir, mənim ürəyim belə istəyir, bu dindarlıq deyil. Mən belə xoşlayıram, mənə belə xoşlayır. Bax, mən var bunun içində, mən. Din istəyir ki, o məni insandan alsın. İnsan mən yox, o desin. Və ləkum fi rəsulillahi usvetun həsənə. Quran buyurur ki, sizin üçün Peyğəmbər ən gözəl nümunədir. Peyğəmbər bu işdə bizim üçün nümunədir. Peyğəmbərin özünün bir sözü yox idi. Peyğəmbərin özünün öz qanunu yox idi. Hər nə qanunsa, hər nə lazım idisə Allahdan alırdı və Allahın sözü ilə oturub dururdu. Və biz hətta namazda hər gün Peyğəmbərin Peyğəmbərliyinə şəhadət verəndə təşəhhüddə onun Peyğəmbərliyindən qabaq bəndəçiliyini qabardırıq. Abduhu və rasuluhu. Peyğəmbər əvvəl əbddir, Peyğəmbər əvvəl quldur, ondan sonra elçidir. Dindarlıq yəni bax bu. Ki, bəndə olasan.